Ümumilikdə mən həmişə qeyd etmişəm ki, diyet zamanı ailənin dəstəyi şərtdir. Çəki vermə prosesi ancaq fizioloji bir hal deyil. Bununla bərabər, fiziologiya ilə bərabər psixologiya burada çox böyük önəm kəsb eləyir. Əgər sizin ailəniz sizə dəstək olmursa, niyə bu videonu çəkirəm? Çünki bir neçə dəqiqə bundan əvvəl mənim bir pasiyentim qrupa yazdı ki, təəssüflər olsun ki, mən oturdum, təndir çörəyini yedim, bacım almışdı, gətirmişdilər evə, hamısı oturdu, onlar yedi. Mən də onlarla bərabər bir növ onlara qoşuldum və başladım yeməyə. Peşmanam, etməməliydim və s. və s. Yəni o evə təndir çörəyi alınmasaydı və həmin gün təndir çörəyindən istifadə etməsəydilər, bu insan özünü kontrol altında saxlamaqda bu qədər çətinlik çəkməzdi. Düzdür? Təəssüf ki, xanımlar və yaxud da ki, bəylər diyetə otururlar və ailələri tərəfindən belə bir hətta bullyingə məruz qalırlar. Belə bir şey olur ki, əşi mən başa düşmürəm, sən yemək yemirsən deyə, sən bunu yemirsən də mən də yeməməliyəm. Belə bir psixoloji baskı ortaya çıxır və gözünün içinə baxa-baxa oturub kartof fri də yeyirlər və yaxud da ki, burgerlər də yeyirlər və insanı doğrudan da çox çətin bir psixoloji vəziyyətə salırlar. Bu sırf kiminsə də diyetdə olanda, kiminsə də nəsə də hər hansı bir qidanı yeməyəndə, onun gözünün içinə baxa-baxa, əşi sən yemirsən, cəhənnəmə ye, mən də yeməyəcəm sənə görə. Bax, bunu deyən insanlara yazıram bu videonu və çox xahiş edirəm ki, ailə üzvlərinin sağlamlığını düşünün və əgər onlar yemirsə də, doğrudan da bir müddətlik evdən çox zərərli qidaları yığışdırın. Siz də yeməyin. Bu sizə də sağlamlıq verəcək. Elə bilirsiniz ki, ancaq arıqlamaqdan ibarətdir bu. Yəni, məsəl üçün, kalbasadır. Olmaz misal üçün bu insana kalbasa yemək. Və yaxud da ki, şirniyyatdır, tortdur. Almayın biraz. Bir ay əvvəl məsələn şirniyyat almayın. Qoyun bu insanın insulini biraz aşağı düşsün. Bu insan normal hiss eləsin özünü. Yəni, o şirniyyat sizin sevdiyiniz insandan çox mu vacibdir onu yeməyiniz? Və çox təəssüf ki, çox insan bax bu belə şeylərə görə yarıda qoyur diyetini, normal şəkildə, sağlam şəkildə qida alına bilmir. Çünki evdən, ailədən dəstək yoxdur. Çox xahiş edirəm ki, bu kimi durumların önünə keçin və sevdiklərinizə doğrudan da həm hörmət eləyin, həm də ki, icazə verin onlar sağlam olsunlar. Siz də onlarla birlikdə.